Salam, əziz dostlar. Bu günləri biz ən çox sevdiyim, ən çox hörmət elədiyim əməkdaşlarla hansı ki birgə çalışdığım meliorasiya sistemi ilə bağlı olacaq. Mən ilk öncə hər şeydən qabaq mən indi bizim o çəkilmiş olduğumuz video çəkilişi sizə təqdim edirəm. Ondan sonra söhbətimə davam edəcəm. Buyurun, baxın. Hər vaxtınız xeyir olsun, əziz dostlar. Demək biz hardayıq? Demək biz Şirvanla Salyanın sərhəd bir yeridir bura. Burada həmin bu gördüyünüz yer, Demək mən indi sonda sizə göstərəcəm. Bu Şirvan qresindən çıxan, işlənmiş çıxan sular ki var. Demək kanal vasitəsilə ötürülür bura. Demək mən də sizə göstərəcəm, orada nə boyda problemlər yaradı, o fəsadları yollayacağım. O fəsadlar da nəyə görədir? Bu başdan mən sizə deyirəm. Baxın, burada tutulub hər bir şey. Baxın, təmizlənmir. Baxın, görürsünüz ağızları, su çəkilən yerlər. Baxın, neçəsi bağlıdır orada. Baxın qamışlara, baxın təmizlənməyir. Və beləliklə də bütün bunların nəticəsidir ki, şişib orada su bütün ərazilərə aparıb, yenə deyirəm, məni diqqətli, məni izlün görəcəksiniz dalındakı çəkilişi. Arxası da elədiyim çəkiş görəsiniz. Baxın, görün burada nə boyda işlər görülməlidir, nə qədər vəsait ayrılır, ancaq görülmür. Baxın, görün, bax bu yerlər hamısı Hacıqabul rayon Sorma Sistemləri İdarəsinə balansındadır bunlar. Baxın əziz millətim, baxın şuruz bağlıdır. Baxın, nə qədər də zirzibil yığılıb bura. Baxın, kanal. Su getmir. Keçmir o tərəfə. Bağlayıblar şuruzları buradan. Zirzibil də ağzına dolub, digər tərəfə keçmir və insanlar da, Neftçala, Salyan cəmaatı da susuzluqdan göyə çıxır. Əkin sahələrin sularında burada da sular yığılıb, bağlıdır. Şuluzları bırakmırlar suyu o tərəfə. İndi bu suların qarşısının kəsilməyi, bırakılmamağı, bu zibillərin bura yığılmasını, o qamışların orada təmizlənməmələrinin səbəbinin, faciəsini mən növbəti videoda göstərəcəm sizə. Baxın, əziz millətim. Bax, o lap birinci o tərəfdə axan var, gür su. Görürsünüz? Əslində bunlar hamısı el axmalıdır. Baxın, görün necə axırlar. Bağlıdır şuruzlar, yarım bağlı, zibilli. Baxın, birinci axana baxın, bax el axmalıdır bunlar hamısı. Ona görə də bu qabağı kəsilib suların basıb vurub Şirvanla Salyanın sərhəd əraziləri var. İndi gedib çəkib göstərəcəm sizə. Görün nə boyda fəsadlar, həm ekoloji, həm də digər fəsadlar törədib orada. Hə, əziz millətim, gəldi artıq işin o yerinə, əsas yerinə. Demək, bu gördüyünüz kanal var, bax görürsünüz, kanal. Bu kanal Şirvan qresindən Kür çayından istifadə edilmiş sudur, şirin sudur. Onlar bu vasitəsindən vururlar bura. Bu kanal da Hacıqabul rayon Sorma Sistemləri İdarəsinin balansında olan kanaldır. Demək, həmin bu kanal vasitəsilə bura vaxtı ilə təmizlənib də, bütün yerlərə də su da verilib. Demək, bura həmin buradan suyu, demək, Hacıqabul rayonunun Navahi, Rəncbər kəndlərinə də vaxtı ilə həmin buradan suyu veriblər, gedib, vaxtı ilə. Yəni, mənə bunu, bu Navahi cəmaatından 5-6 nəfər oradan bizə gəldi, müraciət elədi, onunla bağlı biz getdik, hər bütün məlumatı veriblər, elə indi də yanımdadır bir-ikisi. Yəni, oradan suyu, indi artıq orada su verilmir. Baxın, görün, həmən bu suyun təmizlənməməyinin ucbatından, baxın, görün, sular kənara verib axır. Baxın, görün nə boyda dənizlər var, dənizlər. Bütün bu boyda ərazini su, gölləri məhv edib, eyni zamanda, mən sizə bir onu da deyim, Salyan Neftçala cəmaatı sudan əziyyət çəkdiyinə baxmayaraq, su ora verilə bilər, lakin
verilmir. Bax burada həmən bu kanal daşır, verir çöllərə, çöllərdə böyük göllər yaranıb, ekologiyanın balansı da pozulub burada. Burada həddindən artıq belə faciəvi bir şey yaşanır burada. Və bunun da, bu kanalın da dolmağının səbəbi nədir? Bayaq mən sizə çəkdim, göstərdim. Həmin o şluzların qabağı nəyəsə görəsə bağlanır, hansı səbəbə görəsə bağlanır, zibillər təmizlənmir. Bax, ona görə də burada su şişib dağılır, şişir, verir çöllərə gedir, amma əhali susuzluqdan yanır. Həmin buradan Hacıqabul Suvarma Sistemləri İdarəsinin rəhbərliyi buna məşğul olmalıdır. Yəqin ki, olmurlar ki, iş bu vəziyyətə gəlib çatıb. Baxın, ekoloji balansımız da pozulub. Susuzluqdan yenə təkrar edirəm. Səlyan, Neftçala cəmaatı susuzluqdan yanır, kür düşüb hara qədər aşağı. Bunları Kür çayına vurmaq əvəzinə, bunları kanallara vurub, kəndlərə, rayonlara ötürmək əvəzinə çölləri su basıb dəhşətli dərəcədə göllər, dənizdir, qabağa geçsiniz dənizdir, Xəzər dənizinin yarısı boyda. Baxın bu dəhşətlərə. Mən buradan Melorasiya su təsərrüfatı demək cəmiyyətinin, belə deyim də adın dəqiq yadından çıxdı edəmlərinizə rəhbərliyinə, ondan sonra Dövlət Su Agentliyinin rəhbərliyinə, hörmətli Zahir müəllimə buradan mən müraciət edirəm və bunları çəkib göstərəm və Fövqəladə Hallar Nazirliyinə müraciət edirəm buna bağlı. Qopuz media olaraq dərhal bu məsələ ilə bağlı tədbir görülməlidir. Hələlik bu qədər çəkişlərimiz davam edəcək və bu məsələ ilə bağlı işlərimiz davam edəcək. Hələlik çox sağ olun, təşəkkür edirik. Tanrı Azərbaycanı qorusun, Tanrı Türkü qorusun. Bəli, əziz dostlar, gördüyünüz kimi indi burada mən sizə indi ətraflı danışacağım. Biz necə olub gedib çıxmışıq həmin yerə. Demək, bizə Hacıqabul rayonunun Navahı, Qızılburun, Atbulaq kənd sakinlərindən bizə müraciət elədilər, mənlə görüşmək istədilər. Dedim, buyurun gəlin bizim Şirvandakı ofisimizə. Bunlar gəldilər ofisə, danışdılar və mən həqiqətən bunların danışdıqlarına mən inanmadım. Bu gördüyünüz bu kadrları gördünüzdə mən inanmadım belə bir şey ola bilsin. Yəni bu dəniz əmələ gəlsin orada. Demək, bunlarla biz bir neçə nəfər mənə müşayiət elədi. Biz getdik, mənə həmən yeri göstərdi. Əziz dostlar, burada mən indi orada videoda demişəm, amma bir daha burada təkrar eləyəcəm. Demək, bu Şirvan Qresində bilirsiniz Kür çayından istifadə olunur. Həmən suyu vururlar kanala. Kanal vasitəsilə də bu şirin sudur. Kanal vasitəsilə də gəlib ötürülməlidir. Neftçala, Səlyan cəmaatı orada suvarma işlərində bu suyu istifadə eləməlidir və oradan demək Səlyan rayonunun hardasa Qarabağlı kəndi ərazisində ya ondan o tərəfədir bilmirəm, oradan su qalxır və gedir üzü Hacıqabula tərəf, Hacıqabulun kəndlərinə tərəf. Hacıqabulun kəndlərində hansı kəndləri əsasən mənə müraciət eləmişdilər, yenə təkrar edirəm. Navahı, Qızılburun, Atbulaq kənd. Mən indi orada videoda başqa bir kəndlərin də adını səhvən çəkmişəm orada. Yəni mən birlikdə çəkdim orada. Rəncbərin də adını çəkmişəm. Biz araşdırma apardıq, gördük ki, Rəncbərə oradan su getmir. Əsasən orada gedir Navahı, Qızılburun, Atbulaq kəndləridir. Demək, həmin orada Səlyanın bu bir daha təkrarlanan bu Qarabağlı zonası ərazisindən oradan dönür sol tərəfindən gedir kollektorlar vasitəsilə gedir çıxır Hacıqabul rayonunun həmin bu adı çəkilən kəndlərdə oradan su götürürlərmiş. Demək, bu indi bunlar cəmaat deyir ki, biz oradan həmişə su götürürdük. İndi mən bilmirəm haçan götürürlər, nətər götürürlər bilmirəm, amma onların şikayəti odur ki, bu sular həmin bu kanal ki dedim, Qres istifadə edir Kür çayının sonra kanalla verir Səlyan Neftçala tərəfinə. Demək, həmin kanala Hacıqabul rayon suvarma sistemləri idarəsinin balansındadır həmin kanal. Orada da su niyə daşı vurub oralığa? Bildiyiniz kimi kanalın deltası təmizlənmir və su dolur
Kanalın deltası təmizlənmir. Bir, göstərdim orada sizə. Şluzların qabağı bağlanılıb. İki, zibillər yığılıb. Üç, şluzların qabağı bir var, təbii yolla qamışla yığılsın ora. Mən orada sizə göstərdim. Bir də var ki, orada suyun axını gördünüz, torbalardan necə su gəlir. Demək, onların birində gəlir, qalanlarında demək olar ki, gəlmir. Şluz bağlanıb orada. Aha. İndi gəlirik işin əsas məqamına. İndi bu adamlar mənə bu şikayətini verdilər. Özə çox belə agressivdilər adamlar da orada. Yəni ki, biz su tapırıq içməyə, ağacımıza su tapıb verə bilmirik, pambığı taxıl əkə bilmirik, su verilir çöllərə. Səbəb belədir. Aldığımız məlumata görə həmən o dənizlər ki orada salınıb, kimlərinsə balıq nohurlarıdır bunlar. Siz təsəvvür edin, bəlkə də orada sular var Xəzər dənizinin yarısına qədər. Orada nohurlar var. Demək, kimlərəsə buradan sərf eləyib bu suyun, kanalın daşması, o nohurların yaranması, şluzun qabağını kəsib orada özləri üçün kiçik dənizlər yaradıblar orada. Burada aldığımız məlumata görə kimlərsə balıq saxlayır və bu saxladığı balığa görə də kimlərəsə hər ay pul ötürürlər. Siz təsəvvür edin, kimsə burada bazar açıb, əhali susuz qalıb və üstəlik həmən o suların daşması nəticəsində, o nohurların yaranması nəticəsində nə qədər ekologiya ziyan dəyər, ekologiya balansını pozulur. Mən orada dedim, burada flora, fauna məhv olub gedir, meşə torpaqları suyun altındadır orada. Bu qədər özünə arxain, bu qədər özündən razılıq kimdir bunlar? Biz bunları araşdırmağı yəqin ki, Baş prokurorluğa rəsmi müraciət edəcək 2 gündən sonra. Bununla bağlı onlar araşdıracaqlar və yəqin ki, prokurorluğun İctimaiyyətlə əlaqədar şöbəsi məlumat verəcək halə ki, nə işlər gördülər və bunlar nə məsələdir bunlar. Siz təsəvvür edin ki, belə bir dəhşətli bir faciə yaşanır burada. Özdəki Şirvan şəhəri ilə Səlyanın ərazisinin başlanğıcı o sərhəd yeri var, düz oradadır. Şirvanı çıxıb, Səlyanın sərhəd o yeri var, ora çatan da hər kəs Şirvandan gedəndə sağ tərəfə gəlsə, o dənizləri orada görəcək. O dənizləri. Gör, bunlar kimlərdirsə, mafyoz qruplaşmalardır bunlar. Çünki heç bir adi, sadə, yetim, lap belə o nohuru da versin ona. Xəzər dənizinin yarısı boyda yerlərdə oralarda. Heç kimin kasıb-küsubun imkanı çatmaz ora. Balıqlar, malyuklar alıb atsın orada saxlasın. Milyardlara sahib olsun. Nəyin hesabına? Əhali susuzdan ya. O su verilməlidir. Həmən o kanallar vasitəsilə, o gördüyünüz torbalardan su axıra. Onun vasitəsindən Səlyan, Neftçala və həmin o yenə təkrar edirəm, Səlyan rayonun ərazisində Qaraçaladır, Qarabağlıdır. Bax, o kətdən də sola dönür kollektivlər vasitəsindən gedir Hacqablun, Navahı, Qızılburun, Daşburun, Qızılburun, Atbulaq kəndlərini suvarmaq olar. Orada Atbulaqdan ağsaqqallar gəlmişdi. Deyir, bizə bu qədər su qalıb burada. Bizə suvarma sistemləri idarəsi müdürü gəlib bizə deyir ki, ay cəmaat, daha doğrusu müdürü yox, mühəndisi dedilər kimdir. Gəlib bizə deyir ki, ay cəmaat, biz sizə su verə bilməyəcəyik, əkin əkmi. Sən demə, sudan çox su var. Sadəcə olaraq hansısa kimisə bunlar şərait yaradırlar orada. Yemliyirlər, balıq prutları düzəldiblər orada həmin dövlətin suyu ilə. Şəxsi adamlara qeyri-qanuni, heç bir qeydiyyatda olmadan pul qazanırlar. Əhali qalıb belə. Və Neftçala Səlyan cəmaatı sakinlərindən də deyir, bizə gəlməli də bu su. O torbalardan axan su düz gedir Neftçala Səlyan cəmaatını, sola da yenə deyirəm ki, gedir Hacqabul rayonu ərazisidir. Çox Hacqabul rayonu ümumiyyətlə suvarma sistemləri idarəsində vəziyyət yaxşı deyil. Çünki yaxşı olsa
Yəni bizə orada həmin o Səlyanın o harı idi? Qarabağlı kəndi idi də, deyəsi Kərimbəyli kəndinin cəmaatından dedilər ki, bura ekskavator yolladılar. Hacıqabul rayon suvarma sistemləri idarəsinə güya o kanalın deltasını təmizləməkdən ötürü, amma həmin ekskavator getdi, o adla göndərdilər, o getdi həmin o balıq purutlarının deltasını təmizlədi, orada iş gördü. Belə yiyəsizlik olar, belə biabırçılıq mı olar? Bunu yaxşı biz kimə deyək? Dəfələrlə biz, bax mən şəxsən özüm, Melorasiya o cəmi, nə deyirlər ona, indi xidmətdir də, dəfələn getdim olan rəhbərliklə görüşməyə, məni yuxarı buraxmadılar, heç polislərin yanına, haradasa 15 dəfə mən gedmişəm, buraxmayıblar. Yəni mən bunları olan demə, axırı mən məcbur olum ki, bunu ictimailəşdirəm. Çünki başqa heç cürə mən bunları nə qəbuluna düşə bilirəm, nə görüşə bilirəm, ölkə ictimaiyyətinin nümayəndəsiyəm mən, qeyri-hökumət təşkilatının rəhbəriyəm mən, regional insan hüquqları və ekologiya müdafiə mərkəzi ictimai birliyin sədriyəm. Yəni mən 14 rayonda fəaliyyət ərazim. Mən buradan gedib görüşməliyəm bunlarla. Qəbullarına düşə bilmirəm. İndi bu boyda nə dəhşəti, qoy gəlib burada açıqlasınlar. İndi bir hardasa 3-4 gün bundan qabaq mənim bu Hacıqabul rayon kəndlərinin birinə yas mərasiminə getmişdim. Orada adamlar oturmuşdular. Demək, Hacıqabul rayon suvarma sistemləri idarəsinin bilirsiniz, Kürün üstündə nasos kanalları var. Orada adamlarla soruşdum. Demək, özləri danışırlar, nasos kanalından maşinistlər. Deyir, idarənin mühəndisi, baş mühəndisi gəlib bizə deyir ki, biz sizə heç nə verməyəcəyik, dövlət bizə heç nə vermir, gedin pul qazanın, özünüz bu nasos üçün, ipi də özünüz alın, yağı da özünüz alın, hər şeyi özünüz alın. Yəni, biz sizə heç nə verir. Eləcə də digər məsələlərdə hamının üzərinə yıxırlar. Yəni, bu adamlar gedib haradasa əyri yollarla pul qazanıb, bunları eləmədilər də. Deyir, dövlət bizə bu baş mühəndisin, həmin idarənin bu maşinistlərə və digər adamlara dediyi sözlərdir bunlar. Yəni, belə görünür ki, Hacıqabul rayon suvarma sistemləri idarəsində vəziyyət düzgün deyil, yaxşı deyil, amma çox qəribəsi də burasındadır ki, orada həmin Hacıqabul rayon suvarma sistemləri idarəsinin rəhbərinə gözün üstə qaşın deyən, qaşın var deyən yoxdur. Əksinə olaraq bu qədərinə bundan narazılıqları var, bu qədərinə rüşvət olayları, korrupsiya olayları, yəni mən haradasa bir 7-8 aya yaxındır ki, məndə bir çox məlumatlar var. Hətta məndə başqa sənədlər də var, bunu təsdiq edən. Yəni, bunu əksinə olaraq buna dəstək verirlər. Kimdir bunun dəstəkçisi, kimdir bunun arxasında duran və nəyə görə bu adam əyri işlədiyinə görə, yəni bu problemləri bu adamda ola, bu adama əksinə olaraq irəli çəkilir və belə olanda da balans pozulur. Mən balans pozulur. Mən Melorasiya rəhbərliyinə, Dövlət Su Agentliyi rəhbərinə Zaur Mikayılova buradan müraciət edirəm. Zaur müəllim, bu artıq çox kritik bir hal alıb, çox xahiş edirəm, bura komissiya yollayım. Mən dedim, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyində müraciət edəcəm, baş prokurorluğa da. Çünki bu artıq elə bir şeydir ki, ora gəlib görürsünüz, dəhşətə gələrsiniz. Yəni, bu adamlar kimdirsə, dövlət içində dövlət qurublar artıq bunlar. Kimlərsə buradan haqq alır, pul alır. Bu qədər. Mən indi burada hər şeyi çox açıb uzatmaq istəmirəm. Mən elə başa düşürüm, bu qədər kifayətdir. Baxdığınız videoda da kimsə orada nəyəsə anlaşılmasın, təkrarən fırladın, baxın o videoya. Mən buradan yenə təkrar eləyirəm, ölkənin bütün direktiv orqanlarına sabah rəsmi müraciət edəcəm. Çox sağ olun, gecəniz xeyrə qalsın.